Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədi ilə 12 yanvar tarixindən etibarən ilk dəfə Gəncə, Qəbələ, Gəncə marşrutu üzrə müntəzəm sərnişin daşıma xidmətinə başlayır. Bu barədə Azərbaycan Dəmir Yolu məlumat yayıb. Bildirilib ki, müasir elektrik qatarı hər gün saat 10:10-da Gəncə Dəmir Yolu vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edir. Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qatarlarda standart, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə, Qəbələ istiqamətində 4 manat 30 qəpik, Ləki, Qəbələ istiqamətində isə 1 manat 70 qəpik təşkil edir. Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə, Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkündür. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər. Biletləri Azərbaycan Dəmir Yollarının rəsmi veb-saytı və Azərbaycan Dəmir Yollarının mobil tətbiqi vasitəsilə almaq olar. Yeni sərnişin daşıma marşrutu qərb və şimal-qərb bölgələri arasında əlçatanlığın artırılmasına və daxili turizmin inkişafına töhfə verəcək. Bu, Gəncə-Mingəçevir-Gəncə marşrutundan sonra Azərbaycan Dəmir Yollarının ikinci region daxili sərnişin daşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın imkanlarının artırılmasına, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək. Günay Hüseynova, Həcər Həsənova, Nazir Quliyev bugün informasiya proqramı üçün.